gəlin. Biz çoxdan bura gəlməliydik. Günbəgün vəziyyətin daha da ağırlaşdı. Məncə, Manaf bəylə onun adamının arasında problem yaranıb. Sizin ərinizi Manaf öldürüb. Nə? Bir işlə bağlı şəhərə gedə bilərəm. Amma ehtiyatlı olun, yaxşı? Yaxın gəlmə. Mənlə qalmaq istəyirsən, mənim yanımda qalmaq istəyirsən. Yaxınlaşma, alçaq. Gəl bura, hara gedirsən? Manaf bəydən uzaq durun. Əgər mümkündürsə, şəhərdən çıxıb gedin. O deyəsən, indidən xəyallar qurur. Sənin onda nömrən yoxdur? Həyatı məhv olacaq. Mən nəsə bir yol tapmalıyam. Mən nömrəni Humayuna verdim. Xala, niyə belə elədiniz? Qoy sənə zəng eləsin. Yaxşı. Özünü yaxşı hiss eləyirsən, güclə yeriyirsən. Bu təmiz havada doyunca nəfəs almaq istəyirəm Sevər. Arzu xala dedi nömrəmi verib. Bəs onda niyə zəng eləmir? Bəs Qumru evdədir? Hə, evdədir. Yəqin indi yatıb. Bunu demək lazım deyildi xala. Məni biabır elədiniz. Mənə Əbrarın kəlləsi lazımdır. Qabillə biraz məsləhətləşək. Hey, Siz nə desəz razıyam. Bağışlayın. Az qaldı. Piyada gedib çatarıq. Taksi lazım deyil. Niyə birdən-birə dayandın? O burada ola bilməz. Axı Özbəkistandan çıxıb getmişdi. Yoxsa gözümə göründü. Gəl gedək. Nə haqda fikirləşirsən? Yox, hər şey qaydasındadır. Gedək. Ustad, bu Əbrar üçün çox deyil, hə? O özü ağıldan kəmin biridir. O kimə lazımdır axı? Deyəsən, sizin yaman xətrinizə dəyib, ustad. hey Şöhrət, az sual ver. Çox işdə. Nəticəsi yaxşı olsa, səni pulun içində bastıracam. Amma bunu sakitcə eləməlisən. Əgər bu işin nəsə səsi çıxsa, özün cavab verəcəksən. Mən səni sağ qoymayacam. Bu məsələ heç vaxt mənim qarşıma çıxmamalıdır. Harda istəyirsən, orada da öldür. İstəyirsən cəsədi yox elə. İstəyirsən günahı başqa birinin boynuna at. Amma mənim adım bu işlə bağlı hallanmamalıdır. Başa düşdün? Bilirəm. Sən bu işi birinci dəfədir görürsən. Ən əsası inamdır. İnam olan yerdə hər şeyin öhdəsindən gəlmək olar. Ən əsası isə sən həyəcanlanma. Bu işə görə mən sənə inanıram. Düşünürəm ki, inamımı mütləq doğruldacaqsan.
Öhdəsindən gəlsən, mənim etibarımı qazanacaqsan. Dur ayağa qoçaq. Səni böyük işlər gözləyir. İş başına. Yaxşı, oldu. Onu da götür. İndi isə get. Yaxşı, oldu ustad. Dediyinizi eləyəcəm. Qumru, sənin evinə elçi göndərəcəm. Yox, hələ tələsmə. Qoy mən əvvəlcə evə gedim. Xalama hər şeyi danışım. Onların heç birinin hələ bundan xəbəri yoxdur. Həm də atan evimizə gəlsə, Yox. Mən başqa bir qohumumu, bibimi göndərəcəm, yaxşı? Bundan ürəyin rahat olsun. Hə, işdən də çıxmısan. çıxdım. Nə vaxt kəndə qayıtmaq istəyirsən? Yəqin ki, mən həftə sonu qayıdaram. Əvvəlcə xalamla danışıb oradakı vəziyyəti bilməliyəm. Yaxşı, qoy sən deyən olsun. Özünü yaxşı hiss eləyirsən? Pis deyiləm. Budur, gəlib evə çatdıq. Bugün nə yemək bişirim? Fərqi yoxdur. Sən telefonunu mənə ver. Özün evə get. Mən indi gəlirəm. Yaxşı. Buna əminsən? Hə, özüm gələ bilərəm. Yaxşıyam. Yaxşı. Alo? Hə, mənəm Fərhad. Necəsən? Sən demişdin, Yunus Azərbaycana gedib, hə? Harda ola bilər? Başa düşdüm. Deməli, onu gördüyüm doğru imiş. Bir buna bax. Gör ne kadar pul verdi. İndi ise başlayayım. Alo. Ay, salam aleyküm Ebrar. Necəsən qardaşım, ha? Yaxşıyam, sağ ol. Deyirəm nəsə gözə dəymirsən. Hə, işlərimlə məşğulam. Nəsə olub, hər şey yaxşıdır? Yo, elə belə zəng eləmişəm. Deyirəm bəlkə ikimiz görüşək Ebrar, nə deyirsən? Nəsə problem var?
Yox, qısası tövlədə problem var. Yo. Düzünü desəm, Manaf bəylə biraz mübahisə elədik Əbrar. Deməli belə? O adam alçatmağı xoşlayır. Ona görə də səndən görüşmək istədim. Hər halda sənin təcrübən daha çoxdur da. Alo, düzünü desəm, mən Manaf bəyin yanından getmək istəyirəm. Mən sənə necə kömək eləyə bilərəm? Nə bilim, bu vəziyyət heç xoşuma gəlmir. Qısası, qardaşım, gəl ikimiz bir yerdə görüşək. Yaxşı, görüşərik. İndi mən sənə ünvan göndərərəm. Yaxşı, indi gəlirəm. Bu saat. Yaxşı. Sözlərimə yaxşı-yaxşı qulaq as. Xalanın dediyini elə. Gecə vaxtı küçəyə çıxma. Yoxsa səni evə qaytaracağam. Başa düşdün? Deyəsən, Aydan xalası gildə ərköyünlük eləyir. Hə, düzdür. Heç demə Qumru. Qızım gedəndə mənə söz vermişdi ki, xalamın dediyini eləyəcəm, küçəyə çıxmayacağam. Budur, yenə öz başınalıq eləyir. İstədiyi yerə gedir. Bu qız heç ağıllanmadı da. Kimdir? Qasım bəydir. Hə, götür də. Alo, salam əleyküm. Yaxşı, oldu. Nə olub? Hər şey yaxşıdır? Cəfər xəstəxanadan çıxıb harasa gedib. Nə? Həkimlər hara baxır görəsən? Qasım bəyin dediyinə görə Cəfər hər an bura gələ bilər. Bir bu çatmırdı. Aman Allah'ım. Sən burada nə gəzirsən? Salam əleyküm. Əleykümə salam. Gəl, içəri keç. Bu nə vəziyyətdir? Yavaş ol, yavaş. Ehtiyatla. Niyə belə eləyirsən axı? Ehtiyatlı ol. Yaxşısan? Cəfər. Niyə öz başına xəstəxanadan qaçıb getmisən? Xəstəxanadan qaçdığımı siz hardan bildiniz? Atan zəng eləmişdi. Deməli, hələ də danışırsınız, ha? Belə sözlər danışmaq lazım deyil. Bağışlayın. Bağışlayın. Heç nə demirəm. Qumru hanı? Məni neynirsən?
Yenə oğurlayıb aparmaq istəyirsən? Yox. Çox sağ ol, sən məndən şikayət eləməmsən. Əslində mən səni həbs elətdirmək istəyirdim. Amma elədiyin yaxşılığa görə fikrimdən daşındım. Sənə görə canımı da verməyə hazıram. Cəfər, bəsdir belə söhbətlər elədin, xəstəxanaya qayıt. Gör nə vəziyyətdəsən. Vəziyyətimə nə olub ki? Mən özümü yaxşı hiss edirəm. Hələ yaran tam bitişməyib axı. Yox, yaxşıyam. Yaxşıyam. Ay, Qumru, təcili yardım çağır. Yaxşıyam. Cəfər, yaxşısan? Lazım deyil. Mən yaxşıyam. Yaxşıyam. Nə oldu sənə? Heç nə. Yaxşıyam. Cəfər! Cəfər! Məni qorxutma. Cəfər! Qumru tez ol! Qumru! yaxşı, yaxşı. Cəfər! Gözünü aç. Məni qorxutma. Hər şey yaxşıdır. Bir təhər onu xəstəxanaya göndərdim. Sən Qasıma zəng eləyib xəbər verdin? Hə, ona dedim. Hə, yaxşı. Yazıq Qasım. Heç uşaqlarından yarımadı. Nə vaxt baxırsan, bunlar yalnız problem yaradırlar. İnşallah Cəfəri xəstəxanaya sağ-salamat çatdırarlar. Nə fikirləşirsən, Qumru? Cəfəri, Yaxşı. Ona nə olub ki? belə ağır vəziyyətdə olmağına baxmayaraq, məni görmək üçün xəstəxanadan qaçıb bura gəldi. Humayunla evlənəcəyimizi eşitsə, bilmirəm onda nə olacaq. Narahatlığını başa düşürəm. O sizi rahat buraxmayacaq. Bəlkə Qasım bəydən kömək istəyim, hə? Yox, yox. O atasının da sözünə baxmayacaq. Bəs onda mən neyniyim? Onu hardan tapa bilərəm? Deportasiya olunub qayıtmışsansa deməli buralardasan. Yaramaz, dayan! Dayan deyirəm, dayan! Dayan Yunis! Dayan yaramaz! Hey! Dayan! Yox, yox. Yaxın gəlmə. Yaxın gəlmə. Əlindəkini yerə at. Daşı yerə tulla. Fərhad, hər şeyi başa salacağam, amma mənə yaxınlaşma. Necə başa salacaqsan? Yerə at. Yaxşı da, atacağım. Hər şey sən fikirləşdiyin kimi deyil. Dostum, indi hər şeyi başa salıram, yaxşı? Qulaq as mənə. Sadəcə qulaq as. Bax, atıram. Amma bax, ha. Mənə hücum eləmə, bildin? Yaxşı, Bax belə. yaxşı. Yunis, sənin elədiyini bağışlamaq Fərhad. olmaz. Sənin
Ferhat! Ferhat! Ferhat, ne oldu sana? Ferhat! Ferhat! Özüne gel Ferhat! Ferhat! Necəsən? Nə fikirləşirsən, hə? Səndən bir məsələ barədə danışmaq istəyirəm. Gəl bir yerə gedib oturub danışaq. Yox, burada da danışa bilərik. Yaxşı, nə olub? Danış görüm. Evlənəndən sonra mən uzaq bir yerə getmək istəyirəm. Olar. Məsələn, hara? Bilmirəm, mənim üçün fərqi yoxdur. Əsas odur, bizi heç kim tapmasın. Başa düşmədim. Kimi deyirsən? Biz kimdən qaçırıq ki? Cəfərdən. Hansı saxmağa görə buradan qaçacağıq? Humayun, qulaq as. Sən Cəfərə qeyri-ciddi yanaşma. Əgər problem Cəfərdədirsə, mən özüm ondan danışaram. Yaralı olmağına baxmayaraq, məni görmək üçün xəstəxanadan qaçıb bura gəldi. Belə adamı danışmaqla fikrindən döndərmək istəyirsən? Yenə səni narahat eləməyə başlayıb. Oldu, özüm onun ağlını başına qoyaram. Sən yenə ona ciddi yanaşmırsan. Mən dəqiq bilirəm. Bilirsən, o axmağın biridir, Qumru. Əlindən heç nə gəlməyəcək. O əlindən heç nə gəlməyən axmaq hamını aldadıb, məni götürüb qaçdı. Az qala acılıqdan öləcəkdim. Bunu başa düşürsən? Cəfəri ciddi qəbul elə. Onun içində 2 cür adam var. Ondan nə desən gözləmək olar. Mən istəmirəm rəhmətlik Əzizin başına gələn o hadisə sənin də başına gəlsin, Humayun. Yaxşı. Bir halda ki, Cəfərdən belə qorxursan, niyə onu həbsxanaya saldırmadın? Sənə deyəcəyimi dedim. Görəsən hardadır? İlahi, bu vəziyyətdə hara getdi axı? İndi mən neyniyim, hə? Bu xəstə vəziyyətdə haralarda gəzir? Vay, Ferhat, sənə nə oldu? Qalx, gedək içəri, gəl. Ay, sənə demişdim axı, küçədə tək gəzmə. Gəl gedək, ehtiyatlı ol. Ay. Gözəlim, sən əsl mələksən. Hamıdan çox sənə görə narahat idim. Yaxşı olduğunu görüb sevindim. Yenə qaydacam.
Ha, necəsən? Sən necəsən Cəsur? Sən özün yaxşısan? Yaxşıyam, sağ ol. Telefona cavab vermirsən. Hara yoxa çıxmısan? Yoxsa fikrindən daşındın? Ha? Bu kişi hərəkəti deyil, qardaşım. Mən fikrimdən daşınmamışam. Mənə bax. Onu öldürə biləcəksən? 100%. Əgər onu öldürsən, sənə çox minnətdar olaram. Mənim üçün adam öldürmək çətin deyil. Heç narahat olma. Qısası, sən ehtiyatlı olmalısan. Sənə bir məsləhətim var. Buyur. Sənin Manafı öldürmək istədiyindən atanın xəbəri var. Məsləhətim odur ki, sabah ona hücum eləmə. Bu işi gecə vaxtı görməlisən. Onda məqsədinə çatarsan. Yoxsa atan sənə mane ola bilər. Məsləhətini nəzərə alaram. Heç narahat olma. Bu nədir belə? Bu evin açarıdır. Əgər birdən qapı bağlı olsa, bundan açıb içəri girib işini bitirə bilərsən. Bunu səndən gözləmirdim. Ümid eləyirəm, mənə tələ qurmamısınız. Bu qapının açarıdır, rahat ol. Bu işindən xoşum gəldi, qardaşım. Bərəkallah. Əgər bu işi görə bilsən, mən ömrüm boyu sənə minnətdar olacam. Narahat olma. Uğurlar. Sağ ol. Bura kimi gəlmisən, amma evə girə bilməmisən. Mən evə necə gəldim? Özün gəldin, darvazanın qabağında uzanmışdın. Mən də buna təəccübləndim. Niyə evə girməmisən? Mən Yunis'i gördüm. Nə? Yunis'lə görüşdüm. Axı demişdin Yunis gedib. Demişdin o Azərbaycana gedib. Yox, Yunis qayıdıb. Onu deportasiya ediblər. Onda səni bura Yunis gətirib? Kim bilir? Bilmirəm. Məncə o belə yaxşılıq eləməz. Amma mən bura necə gəldim? Yunis qayıdıbsa, yenə evimizə soxula bilər. Yox. Mən onu
Onu həbs etdirəcəm. Polis indi onu hər yerdə axtarır. O indi gizlənir. Sevər, qorxma. Xahiş edirəm. Mən onu tapacağam. Dayan, gözlə. Hara gedirsən? Axı vəziyyətin pisdir. Belə olmaz. Nə olub sənə? Başın fırlanır. Başım ağrıyır, Sevər. Həkim nəsə dərman yazmadı? Dedi, cavablar çıxandan sonra yazacağım. Bu necə həkimdir? Heç olmazsa ağrı kəsici dərman yazıb verə bilərdi də. Mənə açıq rəngli, yaşıl çay gətir. Xahiş edirəm. Yaxşı. Alo, Salam aleyküm. Əbrar, necəsən? sən necəsən Şöhrət? Axı bugün səndən görüşəcəkdik Əbrar. Mən zəng elədim, telefonum bağlı idi. İstəsən indi görüşə bilərik, problem yoxdur. Səni hardan tapacam? Sadəcə maşını kənara çək saxla, arxanca gəlirəm, yaxşı? Başa düşmədim. Deyirəm ki, arxanca gəlirəm. Məndən nə işin var idi? Bilirsən, qardaşım, mən sənə Manah bəy haqda demişdim. Söhbəti uzatma, məqsədini de. Bu yalanını başqa birinə deyərsən. Mənə bax, əgər yenə məni narahat eləsən, onda məndən incimə, yaxşılıq gözləmə. Doğrudan. Sağ ol. Hey, dayan görüm. Dayan görüm qardaşım. Gəl. Otur. Səndən zarafat eləmirəm ha. Məni tanıyırsan. Dedim maşına otur. Tez get görüm. Ata, mən böyüyəndə müəllim olacağam. Mənsə böyüyəndə həkim olacağam. Yaxşı qızım. Ata, mən ərə gedəndən sonra hər gün səni görməyə gələcəm. Niyə baxırsan? Ata, sabah bizi parka aparacaqsan? Hə, aparacağım. Mən televizora baxmağa gedirəm.
Mən atamın yanında qalacağam. Mən səni lap çox istəyirəm, ata. Mən də səni çox istəyirəm, qızım. Sən həmişə yanımızda olacaqsan, hə? Əlbəttə. Ata, sən niyə ağlayırsan? Ağlamıram. Yoxsa gözün ağrıyır? Yox, gözüm ağrımır. Yalan demə, ağlayırsan axı. Yox, qızım, ağlamıram. Ona nəsə olub. Nəyə görəsə gözlərində kədər var. Hə, burada nəsə var. Fərhad, sən bizdən nəsə gizlədirsən. Gözlərində ümidsizlik var. Gələcəyə olan ümidin sönüb. Sənə nəsə olub. Nəsə olub. Serial Space televiziyasının sifarişi ilə dublyaj olunub. Mənə baxma, nə olar? Gözlərini yum. Sevər, mən müalicəsi olmayan xəstəliyə tutulmuşam. Nə xəstəlik? Mənim sənlə ədavətim yoxdur. Mənim yalnız Manaf bəylə ədavətim var. Qumru ölə bilər, amma sənin heç vaxt olmayacaq. İndi başından deşik açsam, inanacaqsan? Gözləyirəm. Vur dedim. Sabah kəndimizə qayıtmaq istəyirəm. Şirin üçün, xalam üçün çox darıxmışam. Yaxşı eləyirsən. Artıq həyat da mənim üçün maraqlı deyil. Ölsəm də ölərəm. Arzunu yerinə yetirərəm. Əgər sən Humayunə ərə getsən, toyunu matəmə çevirərəm. Gəl onu öldürək. Elədiklərimizdən sonra o bizi rahat buraxmayacaq. O öləcək. Qismətim belə imiş. Yaxşı. Nə eləmək olar? Sənə görə Sevəri öz qoynuma alacam. Hər şey yaxşı olacaq. Mən qayıdacam. Ata, Bax, sözümü yerə salma. Maşınla düş, xahiş edirəm.